Salam, hər vaxtınız xeyir olsun. Mixçilər üçün yeni əlavə olunan mövzulardan biri olan rəqəmsal vasitələr mövzusunu qısa izahını verəcəm. Diqqətlə qulaq asaq. Testlərdə öhdəsindən gəlmək üçün, testlərin öhdəsindən gəlmək üçün, testləri yaxşı işləməyiniz üçün, sualları rahatlıqla tapmağınız üçün sizə nələr lazımdırsa, hansı açar məqamlara diqqət yetirməlisinizsə, onları vurğulayacağam. Asan, çətin deyil. Deməli, rəqəmsal vasitələrdən öyrənəcəyik biz sizlə Google Classroom-u, sonra Kahoot-u, Quiziz'i, ChatGPT-ni, bir də Canva for Education-ı, Canva-nı. İndi gəlin bir-bir baxaq görək hansının mahiyyəti nədir, məğzi nədir, necə seçəcəyik testlərdə. Google Classroom-dan başlayaq. Bax, Google Classroom. Classroom bir növ nə deməkdir? Sinif otağı deməkdir. Rəqəmsal sinif otağıdır sanki. Bu proqramda bilirsiniz nələr həyata keçirilir. Burada müəllim, bax, burada da yazmışam. Müəllim dərsi bir yerə yığır. Yəni, müəllim bax bu proqramda dərsin materiallarını da uşaqlar yerləşdirə bilər uşaqlar üçün. Dərsə aid test tapşırıqlarını da uşaqlar üçün yerləşdirə bilər. Yəni, hər şeyi ora yerləşdirə bilər. Uşaqlar burada, deməli, müəllim burada əvvəl sinif yaradır. Məsələn, 9A sinfi. 9A sinfində hansı mövzuları keçəcəksə, o mövzunu yerləşdirir. Hər hansı bir mövzunun izahını yerləşdirə bilər. Slayd paylaşa bilər orada. Yəni, bir növ onlayn dərs kimi də belə deyək. Deməli, müəllim Zoom proqramına oxşayır sanki. Müəllim Google Classroom-da nə edir? Rəqəmsal sinif otağında sanki əyani dərsə gedəndə, əyani sinifdə dərs keçəndə nə edirik? Mövzunu izah eləyirik, uşaqlara materiallar təqdim eləyirik, slayd düzəltmişik isə slaydlarla izah veririk, tapşırıq veririk, uşaqları qiymətləndiririk, rəy yazırıq. Həmçinin rəqəmsal sinif otağında da sanki əyaninin onlayn formasında. Bu platformada da müəllim həmin o proqramda sinif yaradır. 9A sinfi və yaxud da 6Y sinfi. Sinif yaradandan sonra hər bir sinifə uyğun keçdiyi mövzunu ora yerləşdirir. O mövzuya aid video yerləşdirir, mətin yerləşdirir, slaydlar paylaşır. Həmin mövzulara uyğun tapşırıqlar verə bilər və şagirdləri qiymətləndirir, rəy yazır. Bax, bu cür proseslər, bu cür xüsusiyyətləri əməl edir burada. Şagird nə edir burada? Materiala istənilən vaxt baxır. Axı proqramdadır. Hansı tədrisə oxşayır bu? Sanki asinxron tədrisə oxşayır. Videonu yerləşdirirəm, testi yerləşdirirəm. Kimə nə vaxt uyğun gəlsə girib o vaxtı işləyə bilər. Materiala istənilən vaxt baxırlar, tapşırıqları yerinə yetirirlər və vaxtında təhvil verməyi öyrənirlər. Məsələn, bizim tutaq ki, dərsimiz bu gündür, bir də 5-ci gün olacaqsa, məsələn, bu gün yerləşdirmişəmsə 5-ci günə kimi vaxtları var uşaqların. Vaxtında təhvil verməyi öyrənirlər. Nəzərlərində tutulur ki, 5-ci günə kimi vaxtım var, mən bu tapşırıqları yerinə yetirib dərsi öyrənməliyəm. Deməli, Google Classroom-da dediyi əsas açar sözlər nələrdir? Bax, burada qısaca yazmışam ki, əməkdaşlıq var, formativ qiymətləndirmə var, rəy var, məsuliyyət var, metakognitiv bacarıq da inkişaf edir deyə bilərəm və differensial yanaşma var. Differensial yanaşma necə var? Yəni ki, burada müəllim adicə tapşırıqları hazırlayanda da şagirdlərin müxtəlifliyini nəzərə alaraq müxtəlif tipli tapşırıqlar, müxtəlif səviyyəli tapşırıqlar hazırlamalıdır ki, bütün şagirdlər o testlərin öhdəsindən gələ bilsin. Yəni, tapşırıqların yerinə yetirməsində aktiv iştirak eləsinlər. Vəssalam, Google Classroom-un mahiyyəti, özəyi budur. Bu sözləri, bu xüsusiyyətləri yadda saxlasanız kifayət eləyəcək. İndi inşallah izah verəndən sonra həmçinin bu videomuzun içərisində yerləşdirəcəm. Time Test Bankdan bəzi sualların izahını verəcəm ki, tam aydın olsun, möhkəmlənsin. Kahoot nədir? Kahoot oyun formasında aparılır. Gəlin sizə şəkillə göstərim də. Bax, burada bu iki şəkil Google Classroom-a aiddir. Baxın, burada başında da yazılıb. Classroom nə oldu? Rəqəmsal sinif otağı oldu. Burada mövzular yerləşdirilir. Bax, burada Meet proqramı da var. Çilding yaradırsınız, canlı dərsdə keçə bilərsiniz, video izahı yerləşdirə bilərsiniz, testlər yerləşdirirsiniz, tapşırıqlar yerləşdirirsiniz, slaydlar paylaşırsınız. Yəni, canlı dərsdə nə edirsinizsə, burada həmin prosesi həyata keçirə bilərsiniz. Qiymətləndirmə aparırsınız. Bu isə Kahoot proqramıdır. Kahoot proqramı. İndi bu şəkil tam düşməyib, amma bu şəkillə təxmini başa düşə bilərsiniz ki, Kahoot proqramı sanki oyun kimi keçirilir sinifdə. Bax, belə bir sual təqdim olunur. İndi vaxtla məsələn təqdim olunur. 20 saniyə, 10 saniyə. Uşaqlar dərhal cavab verirlər. Burada artıq fikir verirsinizsə, oyunlaşdırma var. Burada artıq oyun elementlərindən istifadə var. Yəni, bir növ Kahootdan çox istifadə eləsəz, belə deyək də, sizi rəqabət yarada bilərsiniz sinifdə. Çünki burada udu-buduzmaq var deyə, uşaqlar qalib olur, məğlub olur deyə aralarında rəqabət yarana bilər. Deməli, Kahootun əsas açar sözü nədir? Oyun vasitəsi ilə dərsdə uşaqların marağını oyatmaq. Bax, burada yazmışam, öyrədən oyundur sanki, belə yadda saxlayın. Oyun kimi keçirilir. Bax, o elektron lövhədə gördünüzdə necə təqdim olunmuşdu. Göz yaddaşı ilə də yadda saxlaya bilərsiniz. Bax, rəngli formada fikir verin, görün necə maraqlıdır, necə gözəldir. Bax, belə bir şəkil verilir, deyir bu hansı ölkədədir. Nə bilim, şəkil verilir, deyir bu hansı ölkənin prezidentidir. Bax, fikir verirsə belə maraqlı testlər hazırlanır uşaqlar üçün, oyun kimi qurulur. Sonra
Kahotu da bildik ki, öyrədən oyundur. Məqsəd burada sadəcə əylənmək yox, oyunla öyrənməkdir. Bax, bunu da yadda saxlayın ki, ümumiyyətlə biz nədən istifadə eləyiriksə eləyək, fərqi yoxdur. İstər oyundan, istər başqa elementlərdən fərqi yoxdur. Nədən istifadə eləyiriksə, bizim məqsədimiz nədir? Şagirdlərin mövzunu mənimsəməsi, dərsi daha yaxşı başa düşməsi, yəni təlim nəticəsinə çatması. İstər oyundan istifadə eləyək, istər istifadə eləməyək, istər Google Classroom-dan istifadə eləyək. Bizim məqsədimiz uşağın təlim nəticəsinə çatmasıdır. Dərsi daha dərindən mənimsəməsidir. İndi burada da məqsəd deyir, sadəcə əylənmək deyil. Yəni mən uşaqları sadəcə gülsün, əylənsin deyə Kahootdan istifadə eləmirəm. Mən Kahootda elə testlərdən istifadə edirəm ki, əyləncəli, interaktiv şəkildə keçirdirəm ki, həm uşaq maraqlı şəkildə dərs öyrənsin, həm də təlim nəticəsinə çata bilsin. Deməli, burada məqsəd sadəcə əylənmək yox, həm də oyunla uşaqlara öyrətməkdir. Müəllim burada suallar hazırlayır, mövzunu anlamasını uşaqların yoxlayır, səhvləri müzakirə edir. Şagird nə edir burada? Yarışır. Axı burada məğlub qalib var. Yarışır, marağı artır, öz biliyini yoxlayır. Və bir də bir şey də vurğuladım ki, bayaqları çox istifadə olunarsa rəqabət yarana bilər. Rəqabət arta bilər, dəstəkləyici mühit zəifləyə bilər. Yəni şagirdlər psixoloji cəhətdən təsir edə bilər. Yəni passivləşə bilərlər, məyus ola bilərlər. Bir neçə dəfə məğlub olanda məyus ola bilərlər. Maraqları azala bilər. Ona görə çox istifadə etmək də məqsədə uyğun deyil. Amma yenə də əyləncəli interaktiv üsul sayılır. Əsas açar sözləri nədir? Şagirdlərdə motivasiya oyadır. Axı əyləncəlidir, interaktivdir. İnteraktiv üsuldur. Oyun əsaslı öyrənmə var, formativ qiymətləndirmə var. Əslində dərinliyinə getsək, oyun əsaslı öyrənmə yox, oyunlaşdırma desəydik daha doğru olardı. Oyunlaşdırma. Çünki burada qalib olan, məğlub olan olur deyə oyunlaşdırma desək daha doğru olar. Oyun elementləri vasitəsilə dərsimiz qurulur. Kahootu başa düşdük. İndi keçək quiz isə. Quiz isə bax, quiz nədir? Adicə biz o vaxtı məktəbdə müəllim bizə quiz paylayırdı. Hazırlıqda quiz verirdilər ki, quiz işləyək. Niyə? Orada quiz işləməklə nə edirdi? Test işləyirdik ki, dərsi daha yaxşı başa düşək. Orada test var idi. İndi quiz proqramı da rəqəmsal testdir. Necə ki, quiz-i bizim əlimizə də verəndə işləyirik testləri, həmçinin bunun sanki onlayn formatıdır. Sanki əyyaninin onlayn formasıdır, rəqəmsal formasıdır. Rəqəmsal testdə də adından göründüyü kimi nə olacaq? Test olacaq. Kahoota oxşuyur. Amma burada əsas məqsəd test işləməkdir. Kahoot daha əyləncəlidir. Daha əyləncəli formada keçirilir, rəngarəng. Amma quiz isə sadəcə test işləyirsiniz. Yəni summativ kimi də sinifdə necə məsələn vərəq şəklində quiz verirəm ki, 10 dənə, 20 dənə test var içərisində. İşte bu da elə. Müəllim burada test hazırlayır, hesabat alır, boşluqları görür. Yəni uşağın nəyi yazıb yaza bilmədiyini görür, hansı səhvləri olduğunu görür, boşluqlarını görür. Şagird burada test işləyir. Şagird özü də öz səhvini görür və özünü qiymətləndirir. Əsas açar sözlər nədir burada? Özünü qiymətləndirmədir, nəticə analizidir, dərhal rəydir. Müəllim burada quiz verməklə uşaqlara sinifdə, şagirdlərin nəticələrini analiz etməklə kimin nəyi bilib bilmədiyini yoxlaya bilər. Kahoot daha əyləncəli formada keçirilir, udub-uduzmaq var, oyunlaşdırma var, amma quiz isə sadəcə test işləyirlər. Vəssalam, bu qədər sayda. Amma Google Classroom isə daha ətraflıdır, daha əhatəlidir. Classroomda sanki sinif otağıdır. Orada həm dərs keçirilir, həm materiallar olur, həm test işlədilir. Bax, o biraz daha geniş spektrlidir digərlərinə nisbətən. Bu fərqləri də arasında görməlisiniz. ChatGPT nədir? ChatGPT ağıllı köməkçidir, yəni süni intellektdir. Bir çoxlarımıza da məlumdur. ChatGPT nə edir? İnsanların yerinə keçmir, dəstək verir. Yəni ChatGPT süni intellektdir. O insan qədər ola bilməz. İnsan deyil o. Və həmçinin bir şey də vurğulayım ki, həmişə ChatGPT doğru olmaya da bilər. Səhv də ola bilər, yanlış məlumat da verə bilər, yanlış bir informasiya da verə bilər sizə. Yəni nəyisə uydura da bilər. Deməli siz nə etməlisiniz? ChatGPT-dən istifadə edəndə mütləq onun verdiyi məlumatların etibarlılığını, düzgünlüyünü yoxlamalısınız. Deməli dedik ki, insanın yerinə keçmək sadəcə dəstək verir insana, hər hansı bir şeydə bizə kömək eləyə bilər. Təbii ki, hazır cavab yox ha, yenə deyirəm. Müəllim mənə tapşırıq verib gedim ChatGPT-də hazırlayım. Yox, ChatGPT mənə həmişə doğru cavabı verməyəcək. Ona arxayın olmaq olmaz. Amma dəstək məqsədi ilə mənə kömək ola bilər. Nədəsə bir ideya verə bilər. Məsələn, tutaq ki, müəllim burada nə edir? Necə istifadə edə bilər ChatGPT-dən? Dərs planını hazırlaya bilər, tapşırıq ideyası ala bilər, rubrik hazırlaya bilər. İdeya alır da, yəni tam belə deyim də, nə isə onu hazırlatdırmır təbii ki. İdeya ala bilər. Şagird burada nə edir? Mövzunu sadələşdirə bilər. Hər hansı bir mövzunu daha yaxşı başa düşmək üçün ondan izah istəyir. Yazı bacarığını inkişaf elətdirir. Amma yenə deyirəm, bax burada da vurğulamışam. Məlumatı yoxlamaq lazımdır. Çünki ChatGPT insan deyil, səhv cavab da verə bilər.
elmi tədqiqatçı deyil, alim deyil. O sadəcə süni intellektdir. Səhv cavablar da verə bilər və verir də. Rastlaşmışıq bundan bir çox hallarda. Mən şəxsən rastlaşmışam. Bir çox hallarda səhv məlumat verir. Məsələn, ChatGPT-nin kurikulumdan xəbəri yoxdur. Nə yalan deyim, mən istifadə eləmişəm. ChatGPT-dən əminliklə deyə bilərəm sizə, kurikulumdan xəbəri yoxdur. Ona siz kurikulum aydınə testi atsaz və yaxud nə isə soruşsaz, o sizə özündən nəsə uydurub deyəcək. Əminliklə deyə bilərəm, arxayın ola bilərsiniz. Heç nədən xəbəri yoxdur. Yəni kurikulumu bilmir. O çünki insan deyil. ChatGPT bilmir kurikulum nədir, nə deyil. Ona görə şahidi olmuşam ki, bir çox məlumatlara səhv verir. Amma təbii ki, bu həmişə səhv verir, səhv cavab verir anlamına gəlmir. Yenə deyirəm, bəzi şeylərdə yaxşı köməkçidir, yaxşı məsləhətçidir. Məsələn, adamın harası ağrıyanda, indi gəl real danışanda biraz loru dildə. Harası ağrıyanda deyirəm falan yerim ağrıyır, nə məsləhət görürsən, deyir, işə yarayır. Nədən ola bilər? Səbəbini düz deyir, fikir vermişəm. Dediyi təbii metodlar məsələn işə yarayır. Yəni bəzi şeylərdə işə yarayır, amma bəzən də səhvə yol verə bilər. Deməli nə etmək lazımdır? Məlumatı yoxlamaq lazımdır mütləq. Deməli şagird burada nə etməlidir? ChatGPT-dən istifadə edəndə onun etibarlılığını, düzgünlüyünü, doğruluğunu yoxlamalıdır. Burada bir növ şagirdin nəyi inkişaf edir? Tənqidi təfəkkürü inkişaf edir. Məlumatın doğruluğunu, etibarlılığını yoxlamaq hansı təfəkkür idi? Yadımıza salaq təfəkkürü. Tənqidi təfəkkür idi. Ona görə şagirdlərdə təhlil etmə, tənqidi təfəkkürü inkişaf elətdirir. Açar sözü süni intellekti, dəstək vasitəsidir. Bax, dəstək vasitəsidir. Yəni dəstək almaq üçün istifadə edə bilərəm. Bir də tənqidi düşüncədir. Çünki burada mütləq məlumatların etibarlılığı, düzgünlüyü yoxlanılmalıdır. Həmişə doğrudur deyə bir şey yoxdur. Doğruluğu da yoxlamaq nədir? Tənqidi təfəkkürün inkişafını təmin eləyir. Ümid edirəm aydın oldu. Keçək indi Canva-ya. Canva-da vizual dərs hazırlama, yəni təqdimat hazırlamaq üçün, poster hazırlamaq üçün, elanlar hazırlamaq üçün yaxşı proqramdır. Canva-dan mən özüm istifadə eləmişəm. Canva-dan da istifadə eləmişəm. Bunların içərisindən iki dənə şeydən istifadə eləmişəm. Bir ChatGPT-dən, bir də Canva-dan. ChatGPT-yi dediyim kimi kurikulumdan xəbəri yoxdur, işimə yaramır. Amma bəzi məqamlarda işimə yarayır. Yenə deyirəm, o harasa ağrıyanda və yaxud da başqa bir məsləhət almaq istəyəndə, hə, məsləhət üçün yaxşıdır. Yaxşı dostdur, yaxşı sirdaşdır, bacıdır, qardaşdır, amma bəzən səhvə də yol verir. Yenə deyirəm. Amma Canva isə proqramdır. Canva dizayn proqramıdır. Burada isə siz məsələn elan düzəltmək istəyirsiniz, poster düzəltmək istəyirsiniz. Canva-da hazır posterlər var, hazır elan nümunələri var. Girirsiniz o hazır nümunələrə, orada sözləri dəyişdirirsiniz. Öz istədiyiniz kimi dizaynda biraz dəyişiklik edib hazır dizayn əldə edirsiniz. Yəni sizə hazır dizayn verir. Daha çox əziyyət çəkmirsiniz orada. Elan düzəldə bilərsiniz, poster düzəldə bilərsiniz, slaydlar düzəldə bilərsiniz. Yəni vizual materiallar hazırlamağa kömək edir Canva şəkillə, slaydla. İndi gəlin ona dair şəkil göstərim sizə. Baxın, bax bu Canva-dır. Belə bax, Canva-da hazır materiallar var. Təbii ki, özünüz də dizayn elementlərindən istifadə edib dizayn yarada bilərsiniz. Amma daha çox Canva-dan birisi kimlər istifadə edir? Çox vaxt itirmək istəməyənlər hazır slayd nümunələrinə girirlər. Məsələn, tutaq ki, bu slayd nümunəsinə girirəm. Buradakı organik vest yazdım. Məsələn, bu sözü silirəm, öz istədiyim sözü yazıram. Yəni hazır dizayndır da. Qəşəng yanında kitab var və yaxud da lövhə var. Lövhədəki o yazını silirəm, öz istədiyim sözü yazıram. Bax, hazır materiallar əldə etmək üçün vizual belə deyim də, vizual material hazırlamaq üçün yaxşı bir proqramdır, yaxşı bir vasitədir vizual, üzr istəyirəm, Canva. Bu aşağıdakı isə bayaq danışdığımız ChatGPT-dir bu güya. Süni intellektdir. ChatGPT-dən sual verirsiniz, o sizə deyir, amma siz də burada nə edirsiniz? Təbii ki, ona aldanmırsınız, o dəqiqə inanmırsınız, etibarlılığına, düzgünlüyünü yoxlayırsınız, ondan sonra cavab əldə edirsiniz, nəticəyə gəlirsiniz, nəticə çıxardırsınız. İndi gəlin baxaq Canva-ya. Canva dediyi nədir? Vizual dərs hazırlamadır. Məlumatı şəkil, sxem, poster, təqdimata çevirir. Orada həmçinin elə sxem gördüm, yadıma düşür. Cədvəl də qura bilərsiniz, hazırlaya bilərsiniz. Hazır cədvəllər var. İçərisindəki sözləri silirsiniz, istədiyiniz sözü yazırsınız. Qrafiklər var, diaqramlar var. Yəni istədiyiniz hər şey var içərisində. Vizual bütün materiallar var. Müəllim də burada poster hazırlaya bilər, slayd yarada bilər, video düzəldə bilər. Şagird də yaradıcı iş görə bilər. Dizayn bacarığını inkişaf etdirə bilər burada. Dediyim kimi dizayn elementləri var orada. İstifadə edib dizaynda özü qura bilər. Deməli, əsas çar sözləri burada nələrdir? Vizuallaşdırmadır, yaradıcılıqdır, layihə əsaslı öyrənmədir. Niyə layihə əsaslı öyrənmə, layihə işi? Çünki yenə deyirəm, layihə hazırlayanda sizə nə lazımdır? Slaydlar düzəltmək lazımdır, şəkil, sxem, poster hazırlamaq, təqdimat hazırlamaq lazımdır. Bunlar üçün də sizə vizual materiallar düzəltmək üçün nə köməyinizə çata bilər? Canva. Quizzes test işlətmək üçündür. Google Classroom dərs keçmək üçün, materiallar yükləmək üçün, test işlətmək üçündür. Dedik ki, ChatGPT süni intellekti o dəstək almaq üçündür.
Kahoot dediyi oyun əsasında oyun vasitəsilə test işləmək üçündür. Canva isə vizual material hazırlamaq üçündür. Vəssalam, bu qədər sayda. Düşünürəm ki, burada çətin bir şey yoxdur. Yenə deyirəm, özünüzü qorxutmayın. Asanlıqla testlərdə tapa biləcəksiniz inşallah. Yadda saxlamaq üçün mini bir sxem də vermişəm. Classroom dediyi dərsi idarə edir, bütövlükdə dərsi idarə edir. Yəni bir növ dərsin əyani sinfin rəqəmsal formasıdır, rəqəmsal sinif otağıdır. Kahoot dediyi oyundur, uşaqlarda maraq yaradır. Quizzes dediyi testdir, sadəcə uşaqlar testi işləyib nəticə verirlər. ChatGPT dediyi dəstəkçidir, süni intellektdir. Canva da dediyi ki, gözlə görünən material yaradır, vizual bir materiallar yaradır. İmtahanda da qarışdırmamaq üçün qısa fərqlərini vurğulamışam ki, Google Classroom dərsi idarə edir, material tapşırıq paylaşmağa kömək edir. Kahoot əyləncəli yoxlama motivasiya yaradır. Quizzes test formativ qiymətləndirmə üçün əlverişlidir. ChatGPT də məlumatlandırır, ideya verir, izah üçün köməkçi rolunu oynayır. Amma təbii ki, yenə də burada etibarlığı mütləq yoxlamalıyıq. Classroom sinifdir, Kahoot oyundur, Quizzes testdir, ChatGPT də köməkçidir. Canva isə vizual təqdimat proqramıdır. Ümid edirəm hər şey aydın oldu. Nə qaranlıq qalsa yenə də soruşarsınız. İndi biraz da time-la 2-3 dənə testə baxaq, sonra videonu yekunlaşdıracağam. Aha, gəlin baxaq burada time-də, təlimdə rəqəmsal vasitələr mövzusunda birinci suala. Deməli, birinci sualda bizdən uyğunsuzluğu istəyir, yəni doğrunun altında yanlışı istəyir, yanlışın altında doğrunu istəyir. Birdə deyir Google Classroom şagirdlərin öyrənmə nəticələrini yüksəldən, dərsə daxili motivasiyanı gücləndirən, əməkdaşlıq və qarşılıqlı ünsiyyəti sistemli şəkildə dəstəkləyən rəqəmsal təlim mühitidir. Bəli, dedi ki, Google Classroom sanki əyani sinif otağının sanki rəqəmsal formasıdır. Burada rəqəmsal sinif otağında nə edirlər? Müəllim dərsi izah eləyir, uşaqlar bir-birindən hər hansı bir testləri yerinə yetirirlər, ünsiyyət qururlar, əməkdaşlıq edirlər. Sanki əyani rəqəmsal formasıdır. Ona görə bir düzdür, səhv heç nə verməyib. İkidə deyir Kahoot əsas anlayış və bacarıqları yoxlamaq məqsədi ilə əvvəlki biliyi xatırlatmaq. Bəli, müəllim uşaqların anlayışlarını yoxlamaq üçün uşaqlara testlər təqdim edir oyun formasında. Uşaqlar da əvvəlki biliyi xatırlayırlar, əvvəlki biliklərdən istifadə edirlər. Dərs zamanı deyir anlama səviyyəsini ölçmək üçün. Bəli, burada müəllim uşaqlara Kahootdan istifadə etməklə, yəni Kahootdan test tapşırıqları verməklə şagirdlərin anlama səviyyəsində yoxlayır. Hansı uşaq hansı səviyyədə dərsi anlayıb, başa düşüb, nəticələrinə baxır da, uşaqların iştirak səviyyəsinə baxır. Dərsin sonunda deyir ümumi təşkillər aparmaq üçün planlı şəkildə hazırlanmalıdır. Bəli, bu da tamamilə doğrudur. Səhv bir şey verməyib bizə. 3-də deyir Quizzes şagirdlərin motivasiyasını və dərsə cəlb olunmasını artıran, dərhal rəy və analitik hesabatlar vasitəsilə formativ qiymətləndirməni və müstəqil öyrənmə bacarıqlarının inkişafını dəstəkləyən rəqəmsal qiymətləndirmə vasitəsidir. Bu da düzdür. Quizzes necə aparılırdı? Uşaqlara test tapşırıqları verirdi, şagirdlər testləri işləyirdilər, biz onların nəticələrinə baxırdıq. Şagirdlər orada öz nəticələrinə də baxırlar və özləri refleksiya edirlər. Deməli, burada dərsə cəlb olunmanı artırır. Quiz daxı test tapşırıqları, müxtəlif test tapşırıqları uşaqlara təqdim etməklə də şagirdlərin diqqətini, motivasiyasını artıra bilərik. Dərhal rəy veririk, uşağın nəticəsinə baxıb, düzünə, səhvinə baxırıq, səhvini düzəltmək üçün istiqamətləndirik. Ondan sonra uşaq müstəqil öyrənməsində inkişaf eləyir, özünü qiymətləndirir, formativ qiymətləndirmə də var. Müəllim uşağa rəy verir, şagird özünü qiymətləndirir, özünü qiymətləndirmə də olduğuna görə elə o da formativ sayılır. Ona görə 3 düzdür. 4-də deyir Canva. Canva dediyi nədir? Dizayn hazırlama, vizual materiallar hazırlamaq üçün bir proqramdır. Canva dizayn bacarığı tələb etmədən vizual, yaradıcı, inklüziv tədris materialları hazırlamağa, əməkdaşlığa əsaslanan öyrənməni daha cəlbedici edən rəqəmsal təlim platformasıdır. Bəli, bu da doğrudur. Əgər sənin dizayn bacarığın yoxdursa, dizayn bacarığı tələb etmədən bu proqramdan istifadə edə bilərsən. Yəni dizayn bacarığı inkişaf da elətdirə bilərsən bu proqramdan. Orada elementlərdən istifadə edib nəsə yarada da bilərsən. Əgər hazır posterlərdən istifadə etmək istəyirsənsə, dizayn bacarığın yoxdursa, bu zaman hazır materiallardan da, hazır orada posterlərdən də istifadə edə bilərsən. İçindəki bəzi dəyişiklikləri eləməklə özünə uyğun, özünə məxsus bir material hazırlaya bilərsən. Canva yəni sənə hazır vizual material hazırlamağa kömək eləyir. Vizual proqramdır, yaradıcı bir proqramdır. Ona görə 4 düzdür. İndi hamısı düzdür. Uyğunsuzluğu istəyirsə doğrunun altında yanlış olmadığına görə yanlışın altında doğruları götürəcəm. Yəni 3 ilə 4 cavab B variantı. Sonra 2-yə baxaq. Deməli, işte bizə nə deyir? Deyir, hansı fikir yanlışdır? Yanlış istəyir bizdən. A-da deyir Google Classroom tapşırıqların paylanması, rəy verilməsi, formativ qiymətləndirməni sistemli şəkildə aparmasına imkan yaradır. Bəli. Necə yadda saxladıq bunu? Google Classroom sanki sinif otağıdır.
əyani formanın rəqəmsal formasıdır, əyani dərsinin rəqəmsal formasıdır. Əyani dərsdə də müəllim uşaqlara tapşırıqları paylayır, rəy verir, formativ qiymətləndirmə aparır. Həmçinin rəqəmsalda da eyni proseslər baş verir. Ona görə A düzdür. B-də deyir Kahoot oyun əsaslı yanaşma ilə şagirdlərin motivasiyasını artırsa da, yalnız əyləncə məqsədi ilə istifadə edildikdə pedaqoji dəyərini itirə bilər. Bayaqları izahda vurğuladım. İzahda vurğuladıqca Kahoot oyun əsaslı test işləmə proqramıdır. Amma orada məqsəd nə olmalıdır? Ancaq uşaqları əyləndirmək yox. Elə desinlər, gülsünlər, getsinlər yox. Əyləncəli dərsivi təşkil edirsən, amma sənin məqsədin orada nədir? Orada pedaqoji dəyərin yüksək saxlanması üçün orada məqsədin sənin olmalıdır ki, uşaqlar təlim nəticəsinə çatsınlar. Nə olsun əyləncəlidir? Əyləncəli şəkildə dərsi quranda da bizim məqsədimiz uşaqları təlim nəticəsinə çatdırmaq olmalıdır. Mövzunun başa düşülməsi olmalıdır, dərindən mənimsənilməsi. Mən elə alabaşına, çulbaşına keyfim nətər istədi, uşaqları əyləndirə bilmərəm, desinlər, gülsünlər, çıxsınlar, getsinlər. Yox, mənim məqsədim orada uşağın dərsi başa düşməsidir, dərsin məqsədini anlamasıdır. Deməli, burada deyir ki, Kahoot uşaqların motivasiyasını artırsa da, yalnız əyləncə məqsədi ilə istifadə edildikdə pedaqoji dəyəri düşə bilər. Bəli, bu da tamamilə doğrudur. Ancaq əyləncə məqsədindən istifadə etmək pedaqoji dəyərini aşağı salır. Ona görə düzdür. C-dədir quizzes. Müəllimə dərs zamanı və dərsdən sonra şagirdlərin öyrənmə səviyyəsini izləmək və nəticələrə əsasən tədrisi planlaşdırmaq imkanı verir. Bəli, bu da tamamilə doğrudur. Quiz-də biz nə edirdik? Şagirdlərə test tapşırıqları veririk, uşaqlar testləri yerinə yetirirlər. Bu zaman mən nəticələrə baxıram, uşaqların nəyi bilib bilmədiyini müəyyənləşdirirəm. Nəyi bilib bilmədiyini müəyyənləşdirəndən sonra, refleksiya aparandan sonra artıq gələcək fəaliyyətimi onların təbii ki, nəticələrinə uyğun planlaşdıra bilərəm. Sabah mən nəzərə alacağam ki, məsələn, filan uşaq bu dərsi qəşəng başa düşməyib. Nə bilim, o bir uşaq filan şeydə çətinlik çəkir. Yəni gələcək fəaliyyətini təbii ki, nəzərə alıram. Yəni boş-boşuna çör-çörənə quiz işlətmirəm, test işlətmirəm. Onun nəticəsindən istifadə eləməyəcəmsə mənim nəyimə lazımdır? Uşağın quiz işləməyi, test işləməyi. Ona görə gələcək fəaliyyətində nəzərə almalıyam bunları. D-də deyir Canva for Education vizual tədris materiallarının hazırlanmasını asanlaşdırır. Bəli, dediyi Canva proqramı nə üçündür? Vizual material hazırlamaq üçündür. İşimizi asanlaşdırır və əməkdaşlıq əsaslı öyrənməni dəstəkləyir. Bəli, bu da tamamilə doğrudur. Y-də deyir ChatGPT-dən müntəzəm istifadə edildikdə şagirdlər əsas anlayışları avtomatik mənimsəyir. Və bu səbəbdən əlavə araşdırma və müstəqil düşünmə ehtiyacı aradan qalxır. Amma biz dedik ki, ChatGPT-dən dəstək məqsədi ilə istifadə eləmək olar. Hər hansı bir anlayışı başa düşməmisənsə, onu sənə ChatGPT qəşəng asan dildə izah eləyə bilər, mənimsədir. Amma dedik ki, mütləq nə etməliyik? ChatGPT-nin dediklərinin düzgünlüyünü, etibarlılığını yoxlamalıyıq. Yəni əlavə araşdırma aparmağa, müstəqil düşünməyə ehtiyac var. Amma burada deyir ki, ehtiyac yoxdur, ehtiyac aradan qalxır. Deməli, Y səhvdir. Yenə deyirəm, ChatGPT süni intellektdir. Onun dediyi bütün məlumatlar doğru deyil. Biz mütləq onun dediyi məlumatları, fərqi yoxdur nə ilə bağlı, dediyi məlumatları yoxlamalıyıq doğruluğunu. Araşdırmalıyıq. Burada isə araşdırmağa ehtiyac yoxdur. Deyirsə, deməli, Y variantı səhvdir, avtomatik. 3-ə baxaq. Deməli, 3-də bizə deyir ki, müəllim dərs zamanı bütün şagirdlərin eyni anda mövzu üzərində düşünməsini təmin etmək, cavablar arasındakı fərqləri dərhal müşahidə etmək və yanlış anlamaları dərsin gedişində üzə çıxarmaq istəyir. Bu məqsədə nail olmaq üçün hansı fəaliyyətdir planlaşdırılması daha məqsədə uyğundur, ən məqsədə uyğunu istəyir. Deməli, biz elə bir şey seçməliyik ki, müəllim uşaqların düşünməsini təmin eləsin eyni anda, cavablar arasındakı fərqləri müşahidə eləyə bilsin, nəticələrini izləyə bilsin və üstəgəldə yanlış anladıqları hər hansı bir şey dərsin gedişində üzə çıxarsın. A-da deyir, şagirdlərə mövzu üzrə ev tapşırığı verərək yazılı cavabları növbəti dərsi təhlil etmək. Axı mənə situasiyada vurğuluyur ki, burada dərsin gedişində uşaqların mənfisini üzə çıxartmaq istəyirəm. Ev tapşırığı vermək üçün dərsdən sonraki prosesdir. Mənə dərsin gedişində lazımdır. Ona görə A çıxır. B-də deyir, şagirdlərdən mövzu üzrə təqdimat hazırlamağı, qrup halında çıxış etməyi tələb etmək. Xeyr, bunu da götürmərəm. Çünki mövzu üzrə təqdimat mənə lazım deyil. Mənə elə bir fəaliyyət lazımdır ki, şagirdlər nə etsinlər? Mənə cavab versinlər ayrı-ayrılıqda və eyni anda mənə cavab verəndən sonra onların cavablarını fərqləndirirəm. Arasındakı fərqləri müşahidə edirəm və uşaqların belə deyim də o çətinlik çəkdiyi məqamları, yanlış anlamaların üzə çıxartmalıyam. B variantı buna əl vermir. C-də deyir ki, dərs zamanı qısa, vaxt məhdudiyyətli suallar təqdim edərək
bütün sinfin cavablarını eyni vaxtda toplamaq və nəticələri müzakirə etmək ola bilər. Bu mənə şərait yaradır situasiyamdakı olan problemi həll etməyə. Çünki situasiyamda mənə nə lazımdır? Eyni anda uşaqlar düşünsünlər. Bax, burada da eyni anda uşaqlar bütün sinfin cavablarını dinləyirəm eyni vaxtda. Üstəgəl də nəticələri müzakirə edirəm. Yəni onların cavabları arasındakı fərqi izləyirəm və nəticələri müzakirə edirəm. Yanlış anlamaları üzə çıxarıram. Qısa vaxt məhdudiyyətli suallar da nəyə görə təqdim edirəm? Çatdıra bilək. Ona görə C variantı yaxşı variantdır, əlverişli variantdır. C-ni saxlayıram bir qıraqda. Hələ tələsmirəm götürməyə. Ola bilər ki, elə bir variant verər digər variantlarda. C-dən daha əlverişli, daha effektiv olsun. İndi oxuyaq, sonra qərar verək. D-dədir, mövzu üzrə geniş test hazırlayıb şagirdlərə fərdi tempdə həll etməyə imkan vermək. Əgər mən geniş test hazırlayıb sizə fərdi formada onu işləməyi tapşırsam, öz tempinizdə işləməyi tapşırsam, bu mənim işimə yaramayacaq. Çünki biz demişik axı, orada vaxt məhdudiyyəti yarana bilər. Müəllim çatdırmaya bilər. Dərsdən sonraya da qala bilər. Amma mənə lazımdır ki, burada vurğulayır. Dərsin gedişində bu prosesi mən həyata keçirim, tamamlayım. Ona görə də fərdi tempdə işləməklərdə mənə sərf eləmir. D də çıxdı. Geniş test vermək də sərf eləmir. Mənə lazımdır ki, dərsin gedişatında mən onu yekunlaşdırım, çatdırım. Y-dədir, əsas anlayışları müəllimin yenidən izah etməsi, şagirdlərdən şifahi rəy toplamaq. Müəllimin izah eləməyi ilə uşağın rəy verməyi mənim nə işimə yarayacaq? Mənə lazımdır ki, mən uşaqlara sual verim, müzakirə təşkil edeyim, həmin o suallara eyni vaxtda cavab versinlər, düşünsünlər, cavab versinlər və cavablar arasındakı fərqlərə baxım. Amma Y variantında müəllim dərs izah edir. Ona görə Y də səhvdir. Deməli, cavab olacaq C variantı. Sonra 4-ə baxaq. 4-də bizə nə deyir? Proqramlarla bağlıdır. Deməli, deyir, aşağıdakı variantlardan hansında müəllim rəqəmsal platformadan istifadə zamanı pedaqoji baxımdan yanlış addıma yol verib? Yanlışa. A-da deyir, müəllim mövzunun möhkəmləndirilməsi mərhələsində Kahoot platformasında qısa test təşkil edir və dərs zamanı şagirdlərin cavablarını izləyərək izaha ehtiyac olan məqamları müəyyənləşdirir. Ola bilər. Çünki Kahoot test proqramıdır. Uşaqlar testi işləyirlər. Müəllim uşaqların cavablarını izləyir. Kimin harda səhv elədiyinə baxır və beləliklə uşaqların o boşluqlarını müəyyənləşdirə bilir. Ona görə A düzdür. B-dədir, müəllim ev tapşırığı kimi quiz üzərindən test göndərir. Nəticələri təhlil edərək növbəti dərsdə çətinlik yaradan mövzulara yenidən qayıdır. Bəli, ola bilər. Dediyi quiz nədir? Uşaqlara quiz verilir. Dərs vaxtı da ola bilər, dərsdən sonraya da ola bilər. Ev tapşırığı kimi də vermək olar. Sadəcə burada uşaqlar test işləyirlər. Nəticələri analiz olunur. Müəllim nəticələrini təhlil eləyir və uşaqlar harda çətinlik çəkirlərsə, hansı mövzularda çətinlikləri varsa, boşluqları varsa, müəllim öz gələcək fəaliyyətində onları nəzərə alır. Ona görə B də düzdür. C-də deyir, müəllim dərs üçün vizual materialları Canva vasitəsilə hazırlayır. Bəli, vizual materiallar ilə harda hazırlanır? Canva-da. Və həmin materialları mövzunun izahını dəstəkləyən əlavə resurs kimi istifadə edir. Bəli, olar. Slaytlardan təbii ki, mövzu izahı zamanı istifadə etmək mümkündür. Vizual materiallardan istifadə etmək əlverişlidir. C də düzdür. D-də deyir, müəllim mövzu üzrə sualları ChatGPT vasitəsilə hazırlayır və bu sualları şagirdlərin analiz və məntiqi düşünmə bacarıqlarını yoxlamaq məqsədi ilə tətbiq edir. Bu da ola bilər. ChatGPT dediyi bizim dəstəkçimizdir. Bizə bəzi şeylərdə kömək edə bilər, suallarda hazırlaya bilər, bizə hər hansı bir ideya, təşrif irəli sürə bilər. Yəni məsləhət ala bilər ondan. Və deyir, bu sualları şagirdlərin analiz və məntiqi düşünmə bacarıqlarını yoxlamaq məqsədi ilə tətbiq edir. Bu da ola bilər. Yəni uşaqların analiz, məntiqi düşünməsini yoxlamaq üçün test tapşırıqları hazırlayır. Burada da pis bir şey yoxdur. Proqramı da düzgün vurğulayıb. Yəni desəydi ki, burada sualları hazırlamaq üçün Canva-dan dəstək alır, səhv olardı təbii ki. ChatGPT deyirsə düzdür bu da. Y-də deyir, müəllim Google Classroom üzərindən şagirdlərin iştirak göstəricilərin dərs zamanı mövzu mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün əsas mənbə kimi istifadə edir. Deməli bizə 4-də nə verib? Deyir ki, müəllim Google Classroom üzərindən şagirdlərin iştirak göstəricilərini dərs zamanı mövzunun mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün əsas mənbə kimi istifadə edir. Dedi ki, burada əsas mənbə nədir? Google Classroom-da əsas məqsəd, əsas mənbə müəllimin dərsi izah etməsi, materialları ora yerləşdirməsi və tapşırıqları uşaqlara tapşırıqların yerinə yetirilməsidir. Müəllim dərs izah edir, materialların video izahını yükləyir, videosunu yükləyir, test izahları yükləyir, testləri yükləyir. Amma burada deyir ki, bizə dərs zamanı mövzunu mənimsəmə səviyyəsini müəyyənləşdirmək. Axı dedi, asinxron tədrislə yadda saxlamalıyıq bunu. Sinxron yox. Sinxronluğu nəzərdə tutursa burada, mənimsəmə səviyyəsini o dəqiqə müəyyənləşdirirəmsə, deməli Y variantı səhvdir. Yanlışa yol verib deyirsə, deməli Y variantı səhvdir. Amma digərlərinin xüsusiyyətlərini doğru vermişdim. 5-ə də baxaq, yekunlaşdıraq. Düşünürəm ki, kifayət qədər
təhlil elədik. 5-ə də baxaq. 5-də deyir ki, cədvələ əsasən uyğunluq gözlənilmiş. Yəni doğruya doğru, yanlışa yanlış. Doğruya doğru olsun, yanlışa yanlış. 1-də deyir müəllim mövzunun izahı üçün vizual cəhətdən zəngin slaydlar hazırlayır. Dərsin sonunda isə şagirdlərə qrup iş olaraq poster və infografika tərtib etməyi tapşırır. Dediyi vizual cəhətdən slayd hazırlamağa kömək edən, poster hazırlayan, infografikalar hazırlayan hansı proqramdır? Canva proqramıdır. Amma görün burada nə yazıb? Quizzes. Quizzes test hazırlamaq üçün, uşaqlara test vermək üçün yaxşıdır. Vizual material hazırlamaq üçün yox. Ona görə yanlışdır. Yanlışa yanlış yazıbsa uyğunluq gözlənilib. Deməli, biri götürürəm. 2-də deyir, dərsin əvvəlində müəllim əvvəlki mövzu ilə bağlı qısa yarışma təşkil eləyir. Suallar lövhədə ardıcıl göstərilir. Şagirdlər fərdi şəkildə cavab verir. Sonda isə nəticələr əsasında müəllim addımlarını müəyyənləşdirir. Deməli, burada yarışma formasında test işləməyi var. Yarışma. Uşaqlar suallara yarışırlar. Yarışaraq cavab verirlər. Fərdi şəkildə cavab verirlər və nəticədə müəllim uşaqların boşluqlarını izləyə bilir. Hardaydı bu? Yarışma formasında oyun şəklində keçirilən Kahoot idi. Düz yazıb. Doğruya doğru yazıbsa uyğunluq burada da gözlənilib. 2-ni də götürürəm. 3-də deyir, müəllim mövzu üzrə qısa onlayn yoxlama keçirir. Şagirdlər suallara öz sürətinə uyğun cavab verir. Nəticələr isə dərhal təhlil edərək növbəti dərsin planlaşdırılmasında istifadə olunur. Onlayn yoxlama keçirdən, uşaqların cavab verməyi, nəticələrin təhlil olunması, növbəti dərsin planlaşdırılmasında nəzərə alınması hansı proqramdaydı? Bax, bayaqdan danışırıq. Quizzesdə idi. Amma burada görün nə yazılıb? Canva. Deməli, səhvdir. Yanlışa doğru yazıbsa burada uyğunluq pozulub. 4-də deyir, müəllim mövzu üzrə materialları əvvəlcədən sinif üçün yerləşdirir. Dərs zamanı isə hansı şagirdin tapşırığı tamamlayıb tamamlamadığını yoxlayaraq ehtiyac olanlara əlavə izah göndərir. İzah göndərmək asinxron tədrisə bənzəyən dediyi nədir? Google Classroom-dur. Rəqəmsal sinif otağıdır. Sinif otağındakı kimi müəllim uşaqlar üçün dərs izahları yükləyir ora. Uşaqlar üçün tapşırıqlar yerləşdirir. Uşaqlar da sonradan özlərinə uyğun vaxtda gələn dərsə qədər məsələn müəllimə tapşırıqları təhvil verirlər. Gələn dərsə qədər videoları izləyib dərsi öyrənirlər. Və yaxud da müəllim tapşırıqların nəticələrinə baxır, görür ki, uşaq məsələn hər hansı bir mövzunu başa düşməyib, çətinlik çəkir, o mövzunu təzədən uşaqlara göndərir, izahını. Asinxron tədrisə bənzəyir. Google Classroom-dur. Düz yazıb. Doğrudur, doğruya yanlış yazıbsa, deməli burada da uyğunluq pozulub. Cavab nə olacaq? Uyğunluq gözlənilən cavab olacaq. 1-2 cavab Y variantı. Vəssalam. Ümid edirəm bütün suallar aydın oldu. Nə qaranlıq qalsa yenə də soruşarsınız. Qəşəng öyrənərsiniz xüsusiyyətlərini. Asandır, yenə deyirəm, çətin deyil. İnşallah buna aid sınaq da göndərəcəm. İzahı ilə bərabər mütləq işləyərsiniz. Onu işləyəndən sonra sizə zaval yoxdur. Sırf MİQ səviyyəli imtahanda rastlaşa biləcəyiniz testlər tərtib eləmişəm ki, öhdəsindən gələ biləsiniz. Heç bir çətinliyiniz qalmasın. Ümid edirəm aydın oldu hər şey. Sağ olun. Hələlik görüşərik inşallah.